24-27 dekabr tarixlərində taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq. 4 gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək. Yarışda xanımlar arasında favorit olacaq idmançı və onun məşqçisindən müsahibə aldıq. Gəlin izləyək. Bu il keçirilən U21 Respublika çempionatında 46 kiloda birinci yer tutdum. Ondan sonra 3-cü MDB oyunlarında 3-cü yerə layiq görüldüm. Dekabr ayında U21 çempionatı olduğuna görə bizdə əvvəlcədən 2 ay bundan əvvəl onsuz da hazırlıq prosesləri gedirdi. Dünya çempionatından 2 gün sonra isə yenə məşqlərə davam edərək Respublika çempionatına hazırlıq mərhələsi başladı. Hər il olduğu kimi bu ilin də dekabr ayında gənclər üzrə Respublika birinciliyi, böyüklər üzrə Respublika çempionatı start götürəcək və biz də digər klublar kimi artıq 3 aydır ki, məşqlərə başlamışıq. Hazırlıqlar çox yaxşı gedir. 8 qız və 8 oğlanla qoşulacağıq Alpman Taekwondo klubu olaraq. Hər kəs də bu yarışa ciddi hazırlaşır. Necə deyərlər, bu yarışda güclü olan qalib gəlsin və biz də inanırıq ki, uşaqlar da yaxşı hazırlaşıblar. Həm psixoloji olaraq, həm fiziki olaraq inanırıq ki, elə onlar da qalib gələcəklər.